Ya onun qəlbində şirin şey var, ya turş şey, ya acı zəhrimar bir şey var. Və həqiqətən də o insanın danışığı, o insanın dili, hansı ki onu biz qaşıq, sanki bir çömçə adlandırdıq, o sənə insanın qəlbində olandan, qəlbində olan şeyin tamından, ləzzətindən xəbər verir. İbn-i Qayyim Rahiməhullah Dərd və Dava kitabında vurur ki, insan necə dili ilə yeməyin tamını bildiyi kimi, yeməyin tamının həqiqətindən xəbər olduğu kimi, və insan da bir insanın qəlbinin dadını, qəlbinin tamını onun danışığından, onun dilindən bilir. Həmçinin də alimlər buyurur ki, sağlam qəlblər var. Onlar hansı qəlblərdir? İbn-i Qayyim Rahiməhullah o qəlblər barəsində 6 əlamət gətirir. Təbii ki, çox ola bilər, lakin bu əlamətlərdən bir neçəsini sayacaq, 6 əlaməti qeyd edəcək. Birinci əlamət odur ki, Allahı xatırlayan insan və Allahı xatırlamaqda Allahı xatırlamaqda davamiyyətli olan insan və bundan bezməyən insan, deməli bu onu göstərir ki, həqiqətən də bu insan ümid olunur ki, sağlam qəlb sahiblərindəndir. Və həmçinin Allahı zikr etməyə, Allahı xatırlamağa daxildir elm öyrənmək və həmçinin də elmi insanlara yaymaq və həmçinin Allahın dinində fəqih olmaq, Allahın dinini öyrənmək, bu da Allahı yad etməkdən, Allahı xatırlamaqdan sayılır. Allahın zikrini uca tutmaqdan sayılır. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu məclisləri, zikr məclislərini cənnət bağçası adlandırır. Sahabələr soruşanlar ki, ey Allahın Resulü, cənnət bağçaları hansılardır? Peyğəmbər sallallahu aleyhi ve sellem bu ki, zikr məclisləri də, zikr halaqalardır. Yəni hansı ki, orada və həmən bu cənnət bağçası zikr məclisləridir, elm məclisləri, elm halaqalardır. Hansı ki, orada insanlara halal və haram, şəriətin əhkamları öyrədilir, insanlara Rəbləri tanıdılır, Allahın ad və sifətləri, Allahın əmirləri, qadağaları onlara bəyan edilir. Və bu, həqiqətən də elm məclisinin və o məclislərinin şəninə, ucalığına dəlalət edən hədislərdən biridir. Ona görə də hər bir müsəlman Allahın dinində fəqih olmağa, o dini öyrənməyə həris olmalıdır və buna çalışmalıdır və elm əhlindən faydalanmalıdır və onların məclislərində iştirak etməlidir. Çünki o məclislər üçün bir neçə dəlillər gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm o məclisləri, orada oturanları tərifləyir. Və ikinci əlamət isə sağlam qəlb sahiblərinin ikinci əlamətlərindən onlar bir şey itirdikləri zaman ağrı, acı çəkərlər. Yəni hansısa xeyirli, faydalı əməl edə bilməsələr, buna qaçırsalar, o zaman qəlbləri ağrıyar. Yəni ola bilər ki, bir insan hər gün Quran oxuyur, hər gün Qurandan nəsibi var, payı var. Lakin onu bir gün qaçırdır, 2 gün qaçırdır, müəyyən səbəblərdən dolayı. Və bu insan bunu tərk etdiyi zaman qəlbi narahat olur. Çünki bilir ki, həqiqətən də o əzəmətli, uca bir şey itirib. Mükafatı böyük olan bir şey itirib. Buna görə narahat olmağa başlayır. Necə ki, tacirlər öz işlərində ziyana düşdüyü kimi, narahat olduqları kimi, bunlar da, bu qəlb sahibləri də belədir. Sanki onlar böyük bir ziyana düşüb, böyük bir faydanı əllərindən qaçısıblar. Və sağlam qəlb sahiblərinin əlamətlərinin üçüncüsü, vaxtlarına paxıl olarlar. Vaxtlarını boş yerə sərf etməyə simiz olarlar. Faydasız yerlərə vaxtlarını sərf etməzlər. Çünki həqiqətən də insanın bütün xeyirlər əldə etməsi, işlərin qaydasında getməsi yalnız və yalnız vaxtın qorunması ilə mümkündür. Ona görə insan nə zaman ki, vaxtını boşa verərsə, o zaman insanın görərsən ki, o xeyirləri də hansı ki, ona fayda toxunacaqdır, onlar da görürsən ki, insan onları əldə edə bilmir. Və ona görə sünnə, Peyğəmbər hədisləri bizə öyrədib ki, insan vaxtın qədrini bilməlidir. Xüsusən də gənclik vaxtının insan nə qədər vaxtını boş-boş yerlərə sərf eləyir və dedi ki, müsəlman, mömin
dedi ki, vaxtında bir xəsis olmalı, paxıl olmalı onu boş yerləri xərcləməkdən, faydasız yerlərə xərcləməkdən, xüsusən də haram yerlərə vaxtı sərf etmək olmaz. Qeybət olsun, nəmmamlıq olsun, istehza olsun və s. və axır. Ona görə müsəlman vaxtının saniyə və saniyə qədrini bilməlidir. Vaxtını boş yerə sərf etməli deyil. Və dedi ki, bu məsələdə sanki bir paxılı kimi olmalı, vaxtını başqa şeylərə sərf etmək üçün. Və həmçində sağlam qəlbin növbəti əlamətlərindən insanın bir niyyət olması, niyyətinin yalnız və yalnız Allah üçün olmağı. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, kimin əgər niyyəti, məqsədi axirət olarsa, Allah subhanahu wa ta'ala onun işlərini səhəmana salar, hətta onun işləri darmadağın olsa da belə. Və onun həqiqətən də zənginliyini onun qəlbində yerləşdirər. Və həmçinin də dünya ona zəll olaraq gələr. O dünyadan üz çevirər, dünya ona zəll olaraq gələr. Və sağlam qəlbin növbəti əlamətlərindən insanın sözlərində, əməllərində, niyyətlərində ixlaslı olması və buna daima diqqət yetirməsi. Yəni, bütün hərəkətləri, bütün sözləri, bütün feilləri yalnız və yalnız Allah üçün olar və Allahın özü üçün olar, başqaları üçün olmaz. Və sağlam qəlbin növbəti əlamətlərinin 6-cı əlamət, onlar namazı uca tutarlar. Sağlam qəlb sahibləri namazı uca tutarlar, namazın qədir qiymətini bilərlər və yerini, namazın yerini dərk edərlər, namazı qoruyarlar, namaz girdiyi zaman sevinərlər, namaz daxil olduğu zaman gözləri sevinclə dolar. Allah Resulü sallallahu aleyhi ve sellem məşhur hədisində Bilal radiyallahu anh buyurur ki, ey Bilal, namazla bizlə rahatla. Və digər hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, gözümün nuru namazda edildi. Yəni, insan namaza girdiyi zaman xoşunan, həmçinin mütüh halında və namaza daxil olmağa çalışmalıdır. Və həqiqətən də dünyanın bütün işləri, bütün məşğuliyyətləri, bütün o sıxıntıları, bütün acıları, kədərləri namaz gəldiyi zaman sanki insandan uzaqlaşır. Çünki insan artıq namazda Rəbbinə doğru yönəldiyinə görə, ya xüsusən o namazda xuşu olarsa və o namazda mütməinlik olarsa, qəlb rahatlıq olarsa, o zaman insan namazdan rahatlıq tapacaq. Və həqiqətən də fərq var o insanlarla başqa bir insanların arasında ki, onlar namaza girəndə onların qəlbləri sevinər və namazla rahatlıq taparlar, gözlərinə işıq gələr. Lakin başqaları isə namaza girəndə o insanlarda ki, namaza girdikləri zaman sanki bir közün üstündədirlər və tez buradan xilas olmaq istəyirlər və sıxılırlar və namaza girdiyi zaman ürəkləri darxır. Bununla bunun arasında namazda namazla rahatlanan və namazdan rahatlananın arasında böyük fərq var. Namazla rahatlanan insana namazdan çıxmaq çətin olur. Bu insan namazı qurtardığı zaman ona ağır gəlir ki, yəni namaz bitdi. Çünki o insan namazda olduğu zaman ləzzət içərisində idi, gözünə sevinç gəlmişdi. Rahat idi. Ona görə namazdan çıxmaq ona çətin gəlir. Və təmənni edir ki, ümid edir ki, istəyir ki, namazı daha da uzun olsun. Lakin o ikinci isə, namazdan rahatlıq tapan insan isə, namaz qurtardığı zaman artıq rahatlaşır. Sanki belində ağır bir yük var idi, o bu yükü daşıyırdı və namaz qurtarandan bu yükü belindən atdı. Namazın bitməsilə sanki bu yük onun belindən düşdü. Ona görə də namaz insanın gündəlik bir tərəzisidir. Qul öz nəfsini bundan tərəziyə qoymalıdır. Öz nəfsini namazla mizana qoymağa çalışmalıdır. Baxsın öz nəfsə, namaz gəldiyi zaman onun nəfsi namaza qarşı necədir? Bu insan namazla rahatlıq tapır, yoxsa namazdan rahatlanır?